Esselamu Aleyküm izləyicilər. Bu video dəstə sin hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 12-ci hərfi sin hərfidir. Bu hərfin məxrəci, yəni çıxış yeri bundan öncə keçdiyimiz Z hərfi kimidir. Belə ki, dilin ucunu aşağı kəsici dişlərin kökünə, yəni dişlərin damağa bitişən hissəsinə toxundurmaqla tələffüz edilir. Azərbaycan dilində olan S səsinin tamamilə oxşarı və incə formasıdır. Bundan öncə biz F hərfini keçmişdik. Bu hərflə qarışdırmamaq üçün bu məqama diqqət yetirmək lazımdır ki, F hərfi S səsinin incə və pəltək formasıdır. Amma bu sin hərfini səsləndirərkən biz bunu pəltək formada tələffüz etmirik. Yəni normal öz dilimizdə olan S səsi kimi eynən, yəni tələffüz edəcəyik. Ekranda sin hərfinin kəlmənin əvvəlində, ortasında və sonunda habelə müstəqil forması əks olunub. Gəlin bu hərfin yazılışını praktiki olaraq həyata keçirək. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Deməli, yuxarıdan aşağı doğru düz xətt çəkirik, daha sonra sola çəkirik, yenə yuxarıya doğru, yenə yuxarıdan aşağı doğru gəlib, yenə sola doğru, yenə yuxarıya doğru və aşağıya düşdükdən sonra dairə formasında bururuq. Bir daha yazıram. Kəlmənin əvvəlində olan formasına nəzər salaq. Deməli, eynən müstəqil formada olduğu kimi başlayıb, daha sonra sol tərəfə düz xətt çəkirik. Çünki buradan başqa bir hərfə birləşəcək. Yəni, sağ tərəfi qapalı, sol tərəfi açıq olur. Bir daha yazıram. Kəlmənin ortasında isə eynən kəlmənin əvvəlində olan yazılış kimidir. Lakin sağ tərəfdən də, yəni özündən əvvəl də bir hərfə birləşəcəyi üçün ona görə də çıxıntı qoymaq lazımdır. Bir daha yazıram. Yəni hər iki tərəfə açıq olur ki, yəni həm özündən əvvəl, həm də özündən sonra başqa bir hərfə birləşsin deyə. Kəlmənin sonunda isə müstəqil formasına sağdan çıxıntı qoymaqla yaza bilərsiniz. Çıxıntını qoyuram və müstəqil formasını yazmağa çalışıram. Bir daha yazıram. Bu formada. Siz də bu hərfin müxtəlif formalarını ən azı bir sətir yazaraq praktika edin. Bu qədər. Esselamu Aleyküm.